Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar. Əziz izləyicilər, hər bizi salamlayıram. Aldığımız məlumata görə Qazilər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri hörmətli Nəriman İsmail bəy saxlanılmışdır. Saxlanma səbəbi təbii ki, Qazilər İctimai Birliyinin və Qazilər Az saytının deməli rəsmi olaraq 2-ci Qarabağ müharibəsində iştirak edən Qarabağ müharibəsinin iştirakçılarının və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən vətənə xidmətlərinə görə tərəqqi medalına layiq görülmüş insanların ticarətlə məşğul olmasıdır. Və bilirsiniz ki, Azərbaycan Respublikasının konstitusiyasına görə 2-ci Qarabağ müharibəsi qaziləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri sayılsa da, əslində Azərbaycan Respublikasının konstitusiyasına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində yer alır. Bu səbəbdən onların ticarətlə məşğul olması Azərbaycan Respublikasının konstitusiyasına ziddir. Bilirsiniz ki, bəzən 2-ci Qarabağ müharibəsi iştirakçıları Azərbaycan Respublikasının konstitusiyasını bilmədikləri üçün onlar hər hansı bir qeyri-hərbi fəaliyyətlə məşğul olurlar. Bəzən siyasi partiyaların belə deyək də fəaliyyət sahəsinə, siyasi partiyalara və yaxud da hansı bir vətəndaş cəmiyyətlərinə qoşulurlar. Mən bunları bəzən görürəm ki, seçki məcəlləsini pozan bir çox, hətta bizim apardığımız kəşfiyyat və yaxud da hərbi araşdırmalara görə konkret olaraq bu insanlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibinə aid olmayan səlahiyyətləri icra edirlər və onlar dairə seçki komissiyalarında təmsilçilik hüquqlarını aşaraq, özlərinin səlahiyyətlərini aşaraq, hətta 2-ci Qarabağ, 1-ci Qarabağ müharibəsində şəhid olan valideynlər belə vəzifə səlahiyyətlərini aşırlar və seçkiləri saxtakarlıqla və seçki məcəlləsini pozmağa cəhd edirlər. Bu barədə Kanal 13-ün və Toplum TV-nin jurnalistlərdən, Meydan TV-nin jurnalistlərdən biri olan Fərid İsmailov və Nurlan Qəhrəmanlı da sonuncu parlament seçkilərində, bələdiyyə seçkilərində bu təbii ki, mediada ciddi araşdırmalar aparıb. Nəriman İsmailov haqqında mən onu deyim ki, onun yayınladığı videoya görə mən bir söz deyə bilmərəm. Əlbəttə ki, Azərbaycan Respublikasının konstitusiyasına görə mətbuat 4-cü hakimiyyətdir və sadəcə olaraq qazilərin ticarətlə məşğul olması yol verilməzdir. Mən bir daha təkrarlamaq istəyirəm və biz Milli Fədali Hərəkatı olaraq hərbi təşkilat olduğumuza görə və 1905-ci ildə yaradılan Difai Təşkilatının təmsilçiləri olduğumuz üçün və Atabəy 19 Atatürk Ocağının Azərbaycan Atabəyliyində təmsil etdiyimizə görə biz bu məsələlərə konkret olaraq Mustafa Kemal Atatürk'ün, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk'ün ortaya qoyduğu ilkələrə dayanaraq bunu açıqlamaq istəyirəm və Qarabağ müharibəsi qaziləri vətənə xidmətlərinə görə, yəni dövlətimizin ərazi bütövlüyünü bərpa etdiklərinə görə bu insanların əsas vəzifəsi dövlətimizin müstəqilliyini qorumaq, dövlətimizin konstitusiyasının icra olunmasına nail olmaq. Məsələn, hərbiçilərimizin birinci vəzifəsi konstitusiyada və müəyyən prosedural məcəllələrin icra olunmadığı halda bunların qarşısını almaqdır. Baxmayaraq ki, bizim 1-ci Qarabağ müharibəsində iştirak edən bir çox batalyonlar, yəni qeyri-qanuni hərbi dəstələr yaradaraq Azərbaycan Respublikasının
təbii ki, dövlət müstəqilliyi haqqında Konstitusiya aktını imzalayan Milli Azadlıq Hərəkatının müstəqilliyimizin bərpasında Azərbaycan Respublikasında keçirilən ilk prezident seçkilərində 1995-2000-ci illər parlament seçkilərində qələbə qazanmış Xalq Cəbhəsi Partiyasının məxsus batalyonların, silahlı birləşmələrin fəaliyyətinə Rusiya xüsusi xidmət orqanlarına işləyən bir çox qeyri-qanuni hərbi birləşmələrə vasitəsilə təbii ki, silahlı çevrilişlər həyata keçirmişdilər. 1992-ci ilin mayın 15-də, 1993-cü ilin 4 iyununda, 1994-cü ilin 4-5 mart hadisələrində, 4-5 oktyabr hadisələrində və 1995-ci il 17 oktyabr hadisələrində Rusiyanın xüsusi xidmət orqanlarının, Rusiyanın hərbi polis orqanı olan AMON-un tərkibində Daxili İşlər Nazirliyinə sızan Rövşən Cavadov 1-ci Qarabağ müharibəsi iştirakçısı olub və təəssüflər olsun ki, Rövşən Cavadov bu silahlı birləşmələrdə təmsil edib. Və təəssüflər olsun ki, bu barədə 2-ci Qarabağ müharibəsində, aprel döyüşlərində iştirak edən insanlar da bunun fərqində deyirlər. Bilirsiniz ki, aprel döyüşlərində baş verən uğursuzluqlara görə bir çox tərtər işində vəzifəli şəxslər, xüsusilə Rusiya xüsusi xidmət orqanlarına sızaraq, Rusiya xüsusi xidmət orqanlarından təlimat əsasında bir çox vəzifəli şəxslər konkret olaraq aprel döyüşlərində iştirak edən qazilərimizə işgəncələr verərək onların barələrində 2017-ci ilin may ayında cinayət işləri açmışdılar. Təbii ki, bu cinayət işləri prokurorluq və digər orqanlar tərəfindən baş vermişdir, icra edilmişdir. Çox təəssüflər olsun ki, bu tərtər işi ilə bağlı bu günə qədər dövlət təhlükəsizlik xidmətinə müraciət edilməmişdir və bir neçə zərər çəkənlər təbii ki, bəraət almışdır və bir neçəsi isə təəssüflər olsun ki, hələ də bu hərbi cinayətdə ittiham olunmuş şəxslər kimi vətən xaini damğasına məruz qalmışdılar. Sözsüz ki, biz bu barədə xüsusi qeyd etmək istəyirik ki, Milli Fədai Hərəkatı hərbi bir təşkilat olduğuna görə Qazilər adlı ictimai birliyinin, ümumiyyətlə bir neçə qeyri-hökumət təşkilatları var ki, onlar da vəzifə səlahiyyətlərini aşaraq Azərbaycan Respublikasının konstitusiyasına uyğun olmayan fəaliyyətlərlə məşğul olurlar və daha çox siyasi partiya funksiyasını yerinə yetirirlər və siyasi partiyalarda təbliğat, təşviqat kampaniyalarında iştirak edirlər. Halbuki Azərbaycan Respublikasının konstitusiyasına görə Azərbaycan Respublikası silahlı qüvvələrin tərkibində yer alan bir çox 1-ci Qarabağ və 2-ci Qarabağ müharibə iştirakçıları heç bir siyasi partiyaları dəstəkləməməlidirlər və siyasi partiyalara qoşulmamalıdırlar. Ona görə ki, onlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Başkomandanına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindədirlər. Və ona görə də onların Sosial Müdafiə Nazirliyinin qarşısında özlərinə qəsd etmələri əslində bu böyük bir mənada cinayətdir və bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdırlar və barələrində cinayət işləri açılmalıdır. Çünki onlar Azərbaycan Respublikasında dövlət çevrilişlərində, hərbi çevrilişlərində iştirak edən şəxslər kimi sayıla bilərlər. Və xüsusilə Sosial Müdafiə Nazirliyinə qarşı etnik mənsubiyyətini şişirdərək, daha çox onun etnik azlığın nümayəndəsi kimi onu təhqir edərək, onun faşizm ideologiyasına uyğun şəkildə təbliğat aparması da təbii ki, Azərbaycan Respublikasının konstitusiyasına ziddir. Ona görə ki, Azərbaycan Respublikasının İstiqlal bəyannaməsində, 28 may İstiqlal bəyannaməsində və Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktında 18 oktyabr dövlət müstəqilliyi haqqında konstitusiya aktında qeyd edilir ki, heç bir halda cinsindən, irqindən, etnik mənsubiyyətindən, milliyyətindən asılı olmayaraq hər bir
Azərbaycan Respublikasının vətəndaşı seçki hüququna malikdir və seçki hüququna və yaxud da yaşamaq hüququna və hər hansı bir dövlət orqanlarında təmsilçilik hüquqlarına malikdir. Yəni Azərbaycan Respublikasında yaşayan ermənilər, kürdlər, ləzgilər, avarlar, udinlər, ruslar və digər millətlərin nümayəndələri dövlət orqanlarında təmsil edirlər və təbii ki, bu bizim dövlətimizin qanunvericilik orqanında mövcuddur. Və bu səbəbdən bu qurumun fəaliyyətini mən təbii ki, qanuni hesab edirəm. Əlbəttə ki, burada hər hansı bir siyasi fəaliyyət, siyasi çağırış olmadığı təqdirdə təbii ki, bunu qanuni hesab edə bilərəm. Amma təəssüflər olsun ki, bugün onlar siyasi partiyaların təbliğatı ilə məşğuldular. Çox təəssüf ki, bu yol verilməz bir haldır. Ümumiyyətlə, onlar Azərbaycan Respublikasının konstitusiyasından kənarda fəaliyyət göstərə bilməzlər və bəzi hallarda deyirlər ki, biz qaziyik və biz vətəndaşıq. Xeyr, onlar vətəndaş deyirlər. Onlar silahlı qüvvələrinin tərkibində yer alan insanlardır. Onların hərbi formaları varsa, onlar silahlı qüvvələrdirlər. Və bu səbəbdən silahlı qüvvələrin səlahiyyətini aşan məsələlərə məşğul olmamalıdırlar. Çünki silahlı çevrilişlər yol verilməz bir haldır. Bu antikonstitusiyon yanaşmadır. Və bu səbəbdən onların hər hansı bir 50 dərəcələrinə malik olmaması, sosial müavinətlərdən məhrum olması o demək deyil ki, onlar vətəndaş sayılmırlar. Yəni, vətəndaş statusuna sahib deyirlər. Demək ki, onların hansısa siyasi fəaliyyətinə görə, siyasi partiyalara dəstək verdikləri üçün onlar siyasi müavinətlər, ümumiyyətlə, sosial müavinətlərdən mərhumdular və yaxud da onların hansı bir formada əlilliklərdən mərhumdular. Halbuki Sosial Müdafiə Nazirliyi vətənə xidmətlərinə görə və müəyyən müharibədə iştiraklarına görə həm dövlət orqanlarında, həm qanunvericilik orqanında, həm prezident administrasiyasında təmsil etmək hüquqları var və təmsil edə bilirlər. Və bir çox hallarda təmsil edən insanlar təbii ki, siyasi fəaliyyətləri yoxdur. Siyasi fəaliyyətlər yol verilməz bir haldır. Mən düşünürəm ki, qazilərin siyasi fəaliyyətlə məşğul olmağı yol verilməzdir. Və bilirsiniz ki, hətta bələdiyyə seçkilərində, parlament seçkilərində bəzi müharibə iştirakçıları namizədliklərini irəli sürdülər və namizədlikləri irəli sürərək parlamentdə təmsil etmək istədilər. Lakin bilirsiniz ki, 1-ci Qarabağ müharibəsində iştirak edən insanların böyük bir hissəsi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktında iştirak ediblər və bunlar arasında İskəndər Həmidovun, Maşallah bəyin və digər sadalamadığımız insanlar olublar. Hətta vəzifəli şəxslər arasında da 1-ci Qarabağ müharibəsində iştirak edənlər var. Xüsusilə hal-hazırda siyasi məhbuslardan biri olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və o cümlədən təbii ki, Rıza Səfərsoy mövcuddur və onların təbii ki, Tofiq Yaqublunun və Rıza Səfərsoyun siyasi fəaliyyəti olduğuna görə onlar bugün cinayət məsuliyyətinə cəlb olunublar. Çünki onlar silahlı qüvvələrinin tərkibində yer alıblar. Və Tofiq Yaqublu əlbəttə ki, 1-ci Qarabağ müharibəsində yüksək xidmətlərinə görə Əbvəz Elçi bəy tərəfindən Milli Qəhrəman adına layiq görülüb. İskəndər Həmidov da və 2-ci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Rıza Səfərsoy təltif olunub. Və Rıza Səfərsoyun sadəcə olaraq siyasi fəaliyyətləri olduğuna görə o barəsində cinayət işi açılıb. Bu səbəbdən mən düşünürəm ki, Qazilər İctimai Birliyinin yaydığı videoda orada bir vətəndaş Daxili İşlər Nazirliyinin əməkdaşına, hüquq-mühafizə orqanına anarxist və antikonstitusiyon fikirlər səsləndirir. Gəlin həmin fikri biz diqqətlə dinləyək. Orada nə deyilir?
Deməli, Sənan Zeynalov adlı 2-ci Qarabağ müharibəsi iştirakçısı, bilirsiniz ki, bu insan qardaş Ukrayna xalqının e, deməli Azərbaycandakı səfirliyin önündə aksiya eləmişdi. Aksiya ümumiyyətlə antikonstitusion və ümumiyyətlə beynəlxalq hüquqlara uyğun olmayan, ümumiyyətlə 2-ci Qarabağ müharibəsinin iştirakçısına yaraşmayan bir aksiya idi. Bilirsiniz ki, 44 günlük müharibədə qardaş Ukrayna xalqı və Ukrayna dövləti silahlı qüvvələrinin ali baş komandanı Vladimir Zelenski dəstək vermişdir və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək vermişdir. Bilirsiniz ki, Ukrayna dünyada ən demokratik ölkədir və demokratik ölkələrinin hərbi bloku olan NATO ilə də əməkdaşlıq edir, Avropa İttifaqı ilə də əməkdaşlıq edir və Ukrayna hal-hazırda ərazilərin 20%-i işğal altındadır və bir çox işğal olunmuş ərazilərin azad olunması üçün addımlar atır. Və Ukraynada qeyri-qanuni şəkildə Ukrayna xalqına, ümumiyyətlə beynəlxalq hüquqlara uyğun olmayan neofaşizm, Rus faşizminə bənzər təbliğat apardığına görə Sübhan Əliyev və Misir Qasımlı Ukraynanın qanunlarına görə cinayət prosedural məcəllərə uyğun olaraq cinayət barəsində cinayət işi açılmışdı və bu barədə sözsüz ki, mən düşünürəm ki, mütləq mənada bu aksiyada iştirak edən insanların, hətta mənə qarşı, hətta Ukrayna bayrağına, Azərbaycan bayrağına küçədə mənə həmin insanlar təzyiq elədilər və bayrağı yığışdırmağı tələb etdilər. Mən dedim ki, bu bayrağı mən yığışdıra bilmərəm. Bu özü hörmətsizlikdir, bu çağırış etmək. Ümumiyyətlə, yəni Rusiyanın xüsusi xidmət orqanlarının əlini oynamaqdır. Çünki Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycanda fəaliyyəti nədən ibarətdir? Azərbaycanın dövlət orqanlarında korrupsiyanı həyata keçirmək və yəni bu məsələ ilə bağlı videoya baxaq və bundan sonra fikirlərimizi davam edək. Onlara yəqin nədəş verir. Sən gedib evdə TikToku qaranlıqda qəhrəmanlıq edəndə, onlar müharibədə bizim o ayaqlar altına atılır, namusumuzu yaşataqlar. Bilirsiniz, Daxili İşlər Nazirliyi orqanlarında şəhid olan əməkdaşlarımız var və onlar arasında İskəndər Həmidov Daxili İşlər Naziri olaraq 1-ci Qarabağ müharibəsində Kəlbəcərin müdafiəsində böyük mənada qəhrəmanlıq göstərib. Bilirsiniz ki, Qarakənddə bizim Daxili İşlər Nazirimiz Şəmsi Məmməd Əsədov şəhid olmuşdur. Və bundan əlavə bilirsiniz ki, Xocavənddə bizim yeddi polisimiz Xocavənddə minaya düşərək şəhid olmuşdur. Onların adlarını sizə açıqlayım. Deməli, polis serjantı Xəzər Zamanov, Asim Camalzadə, Elşən Həsanov, Seyfi Abdullayev, Ramil Şirinov, Seymur Mahmudov və Ələsgər Əsgərov. Onlar ümumiyyətlə Xocavənd şəhərinin müdafiəsində şəhid olublar. Bu səbəbdən Daxili İşlər Nazirliyi əməkdaşlarının, hüquq-mühafizə orqanlarının birinci vəzifəsi əlbəttə ki, polis haqqında qanuna görə Azərbaycan Respublikasının vətəndaşlarının konstitusiyon hüquqlarının qorunması, onların konstitusiyon hüquqlarının təhlükəsizliyin, vətəndaşların təhlükəsizliyinin, hüquqi təhlükəsizliyin təmin olunmasıdır. Əslində, ictimai asayişin qorunması təhlükəsizlik deməkdir. Yəni, hüququn ali prinsiplərinin qorunması deməkdir. Bu səbəbdən Daxili İşlər Nazirliyi əməkdaşlarının 2-ci Qarabağ müharibəsi iştirakçılarının silahlı qüvvələrin tərkib hissəsi olduğuna görə onların ticarət işi ilə məşğul olması qeyri-qanunidir.
ümumiyyətlə Rusiyanın Dağlıq Qarabağda ağır məğlubiyyətdən sonra, istər 44 günlük müharibədə, istər antiterror əməliyyatından sonra qazilərimizin belə bir işlə məşğul olması yol verilməzdir və polis orqanları həmin əraziyə gələrək onların qeyri-qanuni ticarət fəaliyyəti ilə məşğul olması yol verilməz haldır. Çünki onlar biznesmen və yaxud da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Ümumiyyətlə, silahlı qüvvələrin iqtisadi azadlığı yoxdur. Yəni, onlar ümumiyyətlə iqtisadi fəaliyyəti olmur. Onlar silahlı qüvvələrinin tərkib hissəsi olduğuna görə onlar hərbi bürokratiyanın bir tərkib hissəsidir. Yəni, onlar yalnız Müdafiə Nazirliyi ilə və yaxud da hansısa hərbi qurumdan maliyyələşə bilərlər. Və mən həmin videonun vətəndaşın çıxışına yenidən baxaq, nə deyir burada. Gördüyünüz bura deməli Yasamal rayon Şərifzadə küçəsidir. Şərifzadə küçəsidir. Gördüyünüz kimi Sənan Zeynalov videonu çəkir və videoda bu öz səsi ilə ərazini qeyd edir, hansı küçədə baş verib. Və Sənan Zeynalovun ümumiyyətlə ətrafında olan qazilərin bu məsələyə biraz hüquq çərçivəsində yanaşması lazımdır. Çünki ticari fəaliyyət ümumiyyətlə silahlı qüvvələri tərkibində olmayan, müharibədə iştirak etməyən insanlar biznesdən məşğul ola bilər. Ümumiyyətlə, mən düşünürəm ki, ümumiyyətlə heç bir demokratik ölkədə, Amerika Birləşmiş Ştatlarında, Fransada müharibədə iştirak edən veteranlar, dövlət özü şəxsən onların siyahısını tutur və siyahı əsasında onlara müavinətlər verir. Əgər bir qazinin siyasında yoxdursa, onun hər hansı bir ya qeyri-qanuni addımları olub və yaxud da onun hansı bir siyasi fəaliyyəti olub, hər hansı siyasi çağırışları olub və ona görə o siyahıda adı silinir. Bu səbəbdən mən düşünürəm ki, vətəndaşlarımız ümumiyyətlə o həmin ticarətlə məşğul olan sahibkarın qaziyə dəstək verməsi, xüsusilə qazinin müharibə, bilirsiniz ki, müharibə ilə bağlı iştirak edən bir qazini ticarət fəaliyyətinə, yəni silahlı qüvvələrə aid olmayan səlahiyyətlərini icra etməsinə dəstək verməsi qanunsuzluqdur. Mən bir videonu sizə səsləndirim. Orada şəhid ailəsinin deməli seçkilərin saxtakarlıqla keçirilməsi, seçki məcəlləsinin pozulması ilə bağlı vəsvət səlahiyyətlərini istifadə edən addımını mən videosunu sizə səsləndirim. Sen burada səs verməyə hüququn yox. Onu mənə demə. Əvvəllər onbaşı, yüzbaşılar bu işləri görürdü. Komissiyada isə müəllimlər bu səfər saxtakarlıqları etdilər və bundan sonra da edəcəklər. Çünki bu seçkidə məntəqələrdə seçici yox dərəcəsindədir. Təsəvvür elə, günorta saat 12 güləşdir, 30 nəfər adam gəldi. Məni tanıyırsan, şəhid ailələri. Şəhid ailələri bu cür istifadə edirlər, aşağılayırlar. Bir söz deyəndə şəhidləri bu üçlükə... Sağ adamsınız. Başka söz değil. Siz məndən, sizin prezidentinizə bir əməkdadır. Sizin hamınız məndən aşağı adamlarsınız. Mənim ərimin, mənim oğlumun səbəbinə gəlib burada səslənirlər. Başqa söhbət eləmə. Mən də qazıyam. Başqa söhbət eləmə. Qazisən amma yaşayırsan. Daş damında gizlənirsən ona görə. Yaşlı təhqiramiz ifadələr səsləndirir. Ümumiyyətlə bu heç bir halda yaraşmayan bir məsələdir. Mən başqa bir videonu sizə səsləndirim.
siz hara qeydiyyətsiniz? Hani 2 məntəqədə görülür. Mənim siz onu videosunu çəkir, yəni siz ona baxırsınız. Bunu telefonla alıp durmuşsunuz. Deməli, həmin videonun tamamını mən sizə səsləndireyim. Həmin videonu görünür, mən bilməm, siliblər yoxsa yox onu. İstəyirəm, həmin videonu tapa bilmirəm, Nurlan Nigre. İstəyirəm, o videonu deyəsən, hardasa səssizə qoyulub. Dəqiqə. Mənim siz onu videosunu çəkir, yəni siz ona baxırsınız. Bunu telefonla alıp durmuşsunuz. Tərbiyəsiz. Ona sözü deyirsən. Gördünüz Sən otur boynuma nə ola bilər, şəhid xanımı yox. Görürsünüz, bu sözlərin özünün işlədilməsindən görünür ki, bu silahlı qüvvələrin iştirakçısının, müharibə iştirakçısının silahlı qüvvələrinin tərkibində olması qeyri-qanunidir. Ümumiyyətlə, seçki prosesində, seçki məcəlləsinə görə heç bir halda silahlı qüvvələrinin səlahiyyətini ifadə edən qazilərin bu cür işlərdə olması qeyri-qanunidir. Ümumiyyətlə, bu Mərkəzi Seçki Komissiyasının, dairə seçki komissiyalarının törətdiyi qanunsuzluqlara
biganəliyin nəticəsidir. Ona görə də bəzi hallarda belə hallar baş verir və belə halların baş verməsi mən düşünürəm ki, milli fəda hərəkatının da gözündən qaçmamışdır. Yer gəlmişəm, biz də bələdiyyə seçkilərində iştirak edərkən, müşahidəçi kimi iştirak edərkən bir nəfərin bir dairədə özünü qazi adlandıran şəxs həmin o qazilərə aid, şəhidlərə aid sistemdə yaxınlaşmışdı və o insan öz səlahiyyətlərini aşaraq antikonstitusiyon addım atmışdı və biz ona adekvat cavabını verərək polis əməkdaşlarının dəstəyi ilə həmin insanı ərazidən uzaqlaşdırdıq və həmin ərazidən uzaqlaşdıraraq barəsində cinayət işinin açılmasına nail olduq. Ümumiyyətlə, hüquq elə bir yanaşmadır ki, mən istəyərdim ki, Mustafa Kemal Atatürkün fikirlərini dinləyək və onun söylədiyi fikirlərində hansı məntiq var? Ənvər Paşa ilə bilirsiniz ki, onun bir diyaloqu var. O diyaloqu mən sizə səsləndirim. İlk olarak İstanbul'a avcı taburlarını göndermeye karar vermiş bulunuyorum. Ne yapacak avcı taburlar İstanbul? Hürriyete sahip çıkmak için ne gerekiyorsa yüzbaşı. Hangi sıfatla yapacaklar? Anlamıyorum, nereye varmaya çalışıyorsunuz? Hürriyet bizim yıllardır hayalimiz. Uğruna hapis yatanlarımız, işkence görenlerimiz, sürülenlerimiz oldu. Emin siz bilirsiniz. Lakin ya kanun esası ya ölüm dediğimiz vaka ise bizler burada anayasanın hangi kuvvetine dayanarak karar alıyoruz? Mevzunun hassasiyetini göz ardı etmiyor musunuz? Bilakis bu hassasiyeti biz gözetmezsek kimse gözetmez. Kanuna ve nizama uyulsun istiyorsak bu önce bizden başlamalıdır. Tavsiyeniz nedir Mustafa Kemal Yüzbaşı? Bana kalırsa İttihat ve Terakki bu saatten sonra yoluna bir fırka olarak devam, fırkada vazife almak isteyenlerin askerlikten istifa etmesi, askerlikte kalmak isteyenlerin fırkadan istifa etmesi lazım. Mən bu barədə istəyərdim ki, dostlar, beynəlxalq təcrübələrə əsaslanaraq yanaşmaq lazımdır və ümumiyyətlə qeyri-qanuni dövlət çevrilişlərini edən Türkiyədə, məsələn, Müdafiə Nazirliyindən daha çox Baş Qərargah rəisliyi olub və 1980-ci il 12 sentyabr dövlət çevrilişində, 27 may 1960-cı il çevrilişində və 2016-cı il 15 iyul çevriliş cəhdində Türkiyə Cumhuriyyətinin silahlı qüvvələrinə tabe olmayan qeyri-qanuni hərbi dəstələr olub və bu səbəbdən mən düşünürəm ki, qazilər adı altında ictimai birliklərin fəaliyyəti birinci növbədə konstitusiyamızın silahlı qüvvələrinin möhkəmlənməsi və ümumiyyətlə qəhrəmanlıq tariximizi, difainin ənənələrini yaşadan Əhməd Ağulunun ortaya qoyduğu liberal demokratiyanın və ümumiyyətlə xarici düşmənlərə qarşı, xarici kəşfiyyata qarşı mübarizə aparan bir hərbi təşkilatın, difai təşkilatının və ümumiyyətlə təşkilat-ı mahsusanın da ənənələrini öyrənmək lazımdır. Bilirsiniz ki, təşkilat-ı mahsusa ənənlərində hərbi birliklər olub və Yıldız təşkilatının, Osmanlı dövlətinin Türk tarixində xidmətləri olub. Ona görə Qazilər İctimai Birliyinin tövsiyə edərdim ki, ümumiyyətlə Türk tarixini, Türk hərb tarixini öyrənsinlər və ümumiyyətlə Polad Həşimovun da, Xosrow bəy Sultanovun da həyat yaradıcılığını öyrənsinlər. Ümumiyyətlə Çingiz Mustafayevin də, Salatın Əsgərovun da öyrənsinlər. Baxın, Çingiz Mustafayevin Peşə kodeksi nöqteyi nəzərdən bilirsiniz ki, çox qəribədir ki, onun müharibəndə baş verən uğursuzluqları işıqlandırıb. Kim kalan da beni çıkardırsın? Hiç kim bilmiyor. Ya size başa düşmeyin. Ya özümüz çağırmadan korkursun. Sağdı. Çağırdı korkursun. Tamınız korkarsın. Arvatsın. Özümüz korunma tarafı oluyor. Hamsında bilin. Korunmaya girmez mümkün değil. Hamsın. Versin abi.
Onun parlamentdə də bir çıxışı var. Bilirsiniz, Çingiz Mustafayev, bilirsiniz ki, Aynis TV-nin deməli çəkilişlərində, 1-ci Qarabağ müharibəsində baş verənləri çəkib və siyasi partiyaların silahlı qüvvələrdən istifadə edərək hakimiyyətə gəliş mexanizmini çəkib və ona görə onu mənalı şəkildə öldürüblər və Rusiyanın hərbi kəşfiyyatı tərəfindən 1992-ci ilin iyun ayının 17-sində öldürüblər və bilirsiniz ki, Xocalı faciəsinin, Xocalı soyqırımının Rusiyanın 366-cı polkunun törətdiyini çəkərək dünya ictimaiyyətinə Xocalının işğal yox, bir soyqırım prosesi olduğunu, etnik təmizləmə siyasəti olduğunu dünyaya çatdırıb. Ona görə də qazilərin birinci vəzifəsi milli qəhrəmanlarımızın ənənələrini öyrənmək və onların ənənələrini yaşatmaqdır. Və qazilərin hüquqlarının müdafiəsi sırf silahlı qüvvələrinin vəzifəsi çərçivəsində olmalıdır və düşünürəm ki, onların sosial müvazinətlərin verilməsi üçün iş adamlarının cəlb olunması lazımdır. Bu barədə Nurəddin Mehdiqanlı çox maraqlı bir təklif vermişdi. O təklifi mən istəyərdim sizə səsləndirim. Mən ümumiyyətlə, dostlar, əslində qeyri-hökumət təşkilatlarının yaranmasının bir çox hallarda tərəfdarıyam və onların sırf dövlətçiliklə bağlı məsələləri, xüsusilə hərbi məsələləri müzakirə eləmələrini alqışlayaram. Əlbəttə ki, onlar cəmiyyəti maarifləndirməlidirlər. Ona görə də mən Nurəddin Mehdiqanlının bir çıxışını sizə həmin çıxışı səsləndirim. Siz bir adama 250.000 dollar elə belə ayağının altına atar.
bütün ömrüm boyu ikinci, üçüncü dereceli yerlerde seriallarda da mesela misal Təbii cəhdimizlərin bu ölkəni vətəndaşı hesab eləmirlər. mənə belə yox. Şey deyin, Nədən qaynaqlanır bu problem? siz oxumuşsunuz da Qoqolun müfəttiş əsəri. Baş naziridir. Düşüncənin sahibi olmalıydı. Necə gəlir? Filan kəs niyə eləmir, filan kəs niyə eləmir. Filan kəsin daha çoxdur, ki o filan kəsdir. Hamı məsuliyyəti atmağa çalışır. Sən özün elə, sən başda. Bizim borcumuz olduğu, haqqımız olduğu kimi borcumuz da var. Bəli. Bizim bu ölkədə, yaşadığımız bu ölkədə haqlarımız var. Amma demişsiniz ki, borclarımız Onu var. tələb eləməliyik. Amma unutmayaq ki, bizim həm də borcumuz var. Biz borcumuzu unudub ancaq haqlarımızdan danışırıq. Amma mənə belə gəlir ki, haqqını tələb eləyirsən, həm də borcunu yerinə yetirməyi bacarmalıdır, borcunu yerinə yetirməli. Mən bir şey deyim dostlar. Qazilər İctimai Birliyinin Azərbaycanın hava elə mülki təyyarəsinə baş verən qəzanı biganə qalması və bu qəzada hərbi kontingentin, Rusiyanın hərbi kontingentin olması ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycan televiziyasına müraciətini açıq bildirmişdi və bu barədə yalnız Milli Fədailik Hərəkatı araşdırmalar apardı və bu araşdırmalar əsasında bu hərbi silahların Rusiyaya məxsus olması ilə bağlı hərbi hava hücumundan müdafiə sisteminin olduğunu açıqlamışdı. Görəsən, Qazilər İctimai Birliyinin belə informasiyaları almaq imkanları varmı? Ümumiyyətlə, onlar bu imkanlara malikdirlərmi? Mən düşünürəm ki, bu barədə biz çalışmalıyıq ki, onlara da kömək eləyək, onlara da istiqamət verək. Qoy olsun, qoy müstəqil qazilərin hüquqlarını müdafiə edən qurumlar olsun, mən buna razıyam. Siyasi proseslərə qoşulmasınlar. Amma Azərbaycan Respublikasının dövlət müstəqilliyinə, dövlətçiliyinə xidmət eləsinlər. Dövlətçilik maraqlarına xidmət etsinlər. Hansı siyasi maraqlara xidmət etməsinlər, hansı hakimiyyət maraqlarına xidmət etməsinlər. Bugün Milli Fədailik Hərəkatı heç bir hakimiyyət maraqlarına, heç bir siyasi partiyanın maraqlarına xidmət etmir. Və biz Azərbaycan Xalq Parlamentinə iştirakımızla bağlı, qeydiyyatımızla bağlı müraciət etməyimiz və yaxud da bələdiyyə seçkilərində neytral mövqedə olaraq seçkilərdə müşahidəçilik etməyimiz də bunun əyani sübutudur. Mən bu barədə onu deyim ki, deməli, Azala məxsus təyyarənin vurulması ilə bağlı biz konkret başlığı bu cür qoymuşduq. Azala məxsus J282-43 nömrəli Embraer 190 nömrəli Braziliya istehsalı olan 4K AZ-65 Azərbaycan Respublikası, Çeçenistan Respublikasının Bakı Grozno reysi ilə hərəkət edən uçuş təyyarəsinin terrora uğraması ilə bağlı, Qazaxıstan uğraması ilə bağlı deməli Rusiya Federasiyasının silahlı qüvvələrinə məxsus Strelya 10 qəlpəli Fukaster havadan müdafiə sisteminə məxsus Zenit raketlərlə və Pantsir S-1 qırıcı raketlə iri kalibri mərmiləri ilə terror aktı nəticəsində Azərbaycan Respublikasının 37 vətəndaşı, 16 Rus Slavyan vətəndaşı, 3 Qırğızstan vətəndaşı, 6 Qazaxstan vətəndaşı və 5 ekipaj, 2 stüard şəhid olub. Baxın, Qazilər İctimai Birliyi Azərbaycan dövlətinə qarşı hərbi cinayətləri də müzakirə eləməlidir və bu barədə dərin təhqiqatlar aparmalıdır və Müdafiə Nazirliyinə, Azərbaycanın Milli Dövlət Təhlükəsizlik Xidmətinə də məlumatlar verməlidir. Milli Fədailik Hərəkatı kiber hücuma məruz qalan saytların hansı ölkədən qaynaqlandığı ilə bağlı araşdırmalar apardı və sübuta yetirdi ki, bu
Fransa Respublikasının vətəndaşı İtalyan əsilli Stefano Miloni adlı şəxsdir. Və bu barədə Qazilər İctimai Birliyi də bu barədə ciddi işlər görməlidir. Ona görə də biz Cumhuriyyətçilər, Respublikaçılar olaraq, Mustafa Kemal Atatürk'ün əskəri olaraq, hətta bizim bir aksiyamız da oldu. Türkiyə səfirliyin önündə. Mən o çıxışı da sizə səsləndirim. Sizə ola bilər qəribə gəlsin. Həmin çıxışı da mən səsləndirim. Çıxışı bilmirəm harda yüklənibmi. Bu barədə sizə göstərəcəm.
Təəssüf ki, o videonu mən axtarıb tapa bilmirəm. Çoxdankı videodur. Çox təəssüf ki, onu mən bilmirəm hardadır bu video. Təəssüf ki, o videonu mən hardasa yayınlamışdım. İndi onu nədənsə tapa bilmirəm. Neyse, onu tapa bilmədim. Neyse dostlar, mən videonu bilmirəm hardasa silmişəm, bəlkə silinib bilmirəm. Bu videonu mən çalışacağım tapım. Atatürklə bağlı Ənvər Paşa ilə olan müzakirəni mən sizə səsləndirim. Orada maraqlı bir diyalog var. Enver vazifesinde kalacak. Sizinle konuştuklarımız var ki lakin Enver hala çok güçlü, beni devirmeye kalkabilir. Siyaseten ve idareten vaziyeti emniyete alabilmem için zamana ihtiyacım var. Enver vazifesinde kalacak. İleri gidiyorsun Mustafa Kemal. Senin müttefiklerin bunlar işte. Seni borçlandırdığı parayla senin askerin, benim askerimin kanıyla Arapları sömürgeleştirme peşinde. Bir tarafta Fransızlar, bir tarafta İngilizler, bir tarafta Almanlar. Leş kargası gibi üzerimizde uçuyorlar. Bizi neye soktun paşam? Mən ona görə dostlar hesab edirəm ki, hər bir qazimiz Atatürkün təcrübələrini, Atatürkün ortaya qoyduğu təməllərini öyrənsinlər və Bəyaz Zanbaqlar Ölkəsi kitabını oxusunlar və ümumiyyətlə Türk törəsi ilə, Türk ənənələri ilə yaşasınlar. Mən bir
sonda bir Adnan Menderes'in hərb okulunda saxlanarkən onun bilirsiniz ki deməli Yassıadaya göndərilir və orada bir hərbiçi ilə diyaloqu var. O diyaloqu mən sizə səsləndirim. Görün o hərbiçi necə konkret olaraq savadlı və peşəkardır. Bunda o mütebessüm çehreniz kas katı kesilmiş. Size verdiğiniz zahmet için ne deseniz haklısınız. Ama mesele mühim. Sizi dinliyorum. Paşam, Milli Birlik Komitesi olarak sizi Genelkurmay Başkanlığımıza layık gördük. Tabii siz de arzu edersiniz. Subayın bir kabahati yok. Sizin de kutsal kitabımızın hürmetine hoşgörülü davranacağınızı düşünüyorum. Bilakis kutsal kitabın hürmetine müsaade etmeyeceğim. İntihar eden adamın cenaze namazı kılınmaz. Kur'an okumak neyine? Dostlar, mən qazilərimizə vətən uğrunda, dövlətçilik uğrunda göstərdiyi xidmətlərə görə təşəkkür edirəm. Amma hesab edirəm ki, hər bir vətəndaş özünə Respublikasının vətəndaşı hesab edən hər bir qaziyə birinci vəzifəsi konstitusiyana əməl etmək və qanunlara əməl etmək və qanunları pozmamaqdır. Bir daha hər birinizə təşəkkür edirəm və silahlı qüvvələrimizin 26 iyunda bilirsiniz ki, yaranması günüdür. Bu münasibətlə də qazilərimizi ürəkdən təbrik edirəm. Novruz bayramımız mübarək.